Niyə hər şey siyasidir və hər kəs siyasətlə maraqlanmalı, tənqidi, etirazçı ruha malik olmağa məcburdur? Buna dair çevrəmdə müşahidə etdiyim iki acınacaqlı faktı misal çəkim. Son vaxtlar yeniyetmələrlə ünsiyyətdəyəm və etiraf edim ki, ictimai siyasi təfəkkürləri gözlədiyimdən qat-qat yüksəkdir. Ən azından özü yaxşıdır, ətrafı pis kimi siyasi miflərdən uzaqdılar. Təsəvvür edin, hələ həddi buluğa çatmayıblar, müstəqil vətəndaş deyirlər, amma indidən artıq hüquqlarımızı qoruyan şəxslər tərəfindən təhdidlərə, şantajlara məruz qalırlar. Bildirirlər ki, məsələn, əlimizdə telefon tutmuşuq, gəlib deyirlər ki, sən mənimi çəkdin və s. Yəni təsəvvür edin, bunlar uşaqlar indidən artıq bu stres altında böyüyür. Niyə görə? Hüquqi dövlətdə niyə yeniyetmələr bax bu nifrətlə formalaşmalıdırlar. Təhsil millətin gələcəyidir deyirik. Hansı təhsil, hansı millətin? Təhsilin başında oturanların belə sivil idarəçilikdən anlayışları yoxdur. Milmuğan regional idarəsinin səlahiyyətli şəxsi mənə əskərlikdə olmusansa, niyə saqqal saxlayırsan deyə təhsil haqqında qanunda olmayan bir şeyi tələb edir. Yəni bu adam hərbi idarəetmə ilə sivil idarəetməni belə fərqləndirə bilmir. Elə bil sanki müəllim əskərdir, bu da komandirdir. Bunun sorğu-sualsız hər əmrinə itaat etməlidir. Və əmsi də odur ki, cəmiyyətdə də hal-hazırda əqidəsi yox, üzü gözü tərtəmiz olan müəllimlər lazımdır. Oturub da Milli Məclisdə 125 baş gül camallı, qalstuklu, səliqəli, amma sizin cibinizə girən, haqqınızı yeyən, sizə kommunal ödənişi söyə-söyə ödədənlər. Yəni normalda bu millət vəkilləri millətin dərslərinə qalıb onlara dəstək olmaq əvəzinə əksinə köstək olurlar və son vaxtlarda Milli Məclisdə uşaq pulunun verilməməsinə dair hay-həşir salıblar. Bax, uşaqların layiq olduğu, haqları olan pulu ala bilmədiklərinə görə bugün məktəb təcrübəmə əsasında iddia edirəm ki, uşaqların əksəri məktəbə yox, məhz qazanc dalıyca qaçır. Yəni yeniyetmələr, həddi buluğa çatmayan şəxslər niyə rifah dövlətində, hüquqi dövlətdə yeniyetmə işləməyə məcbur qalmalıdır. Təhsil sistemimizdə öz quru, bayağı tədris metodu ilə uşaqları məktəbə cəlb edə bilmir. Son məktəb təcrübəmdə sırf uşaqların öz etiraflarına əsasən iddia edirəm ki, əksəri məktəbə sırf futbola görə gəlirdi. Yəni bu məqamları qabardan ilk növbədə müəllim olmalıdır. Müəllim intellektual fəaliyyətlə məşğul olan şəxsdir və intellektualın da vəzifəsi ilk növbədə tənqidi təfəkkürü inkişaf etdirməkdir. Tənqiddən qaçış yoxdur. Tənqid bir zərurətdir. Müəllim həmçinin cəmiyyəti ictimai siyasi təfəkkürü formalaşdıran, insanları ictimai siyasi cəhətdən tərbiyə etməli olan şəxsdir. Amma bugün Lipçi Tumanda bülletin daşıyanlar, vakansiyalı qısaltqısında iştirak edənlər sabah rəsmi tədbirlərdə şablon, müəllimlik, şərəfli, müqəddəs peşədirdən dəm vuracaqlar. Hansı müqəddəsliyi qoyduz ki qala? Bax, bunların yetişdirdiyindən nə olacaq? Hansı azad, şərəfli, liyaqətli, mübariz bir insan yetişəcək? Təbii ki, bunlar ilk növbədə yuxarıdan diktə edilir ki, cəhalət qüvvədir strategiyasını həyata keçirsinlər. Cahil saxla, istədiyin kimi idarə elə. İlk növbədə müəllimi kölələşdir ki, onlar da başqalarını kölələşdirsin.